Həcər tuluqdakı sudan içib, balaca İsmayılı əmizdirirdi. Bir neçə gün sonra tuluqdakı su qurtardı. Həcərin südü də kəsildi. İsmayıla yedirməyə və içirməyə bir şey qalmadı. Həcər çarəsiz halda Allaha dua edirdi. Balaca İsmayıl susuzluqdan yanırdı. Həcər bəlkə buradan keçən bir karvan və ya atlı görər deyə yaxınlıqdakı Səfa adlanan bir dağa çıxıb su axtardı. Günəşin istisi səhra qumlarını qızdırırdı. Həcər ətrafda heç kəsi görməyib aşağı düşdü və yaxınlıqdakı digər təpəyə, Mərva təpəsinə tərəf yüyürdü. O su tapmaq ümidi ilə Səfa və Mərva arasında 7 dəfə gedib gəldi, lakin bir damla da su tapa bilmədi. Həcər taqətdən düşmüşdü. Acılıq və susuzluqdan nəfəsi güclə gedib gələn İsmayıl isə arxası üstə yerə uzanmışdı. O ayaqlarını yerə bərk-bərk sürtürdü. Həcər Mərva dağının üzərində qanadı ilə yeri qazan bir mələk gördü. Elə bu an İsmayılın ayaqları altından şəffaf su çeşməsi fəvvarə vurdu. Ana sevinc içində qaçıb gəldi, sudan içib körpəsini əmizdirdi. Çox keçmədi ki, quşlar o bomboş çöldə suyun olduğundan xəbər tutdular. Daha sonra ətrafda yaşayan adamlar da quşların ora uçmasından bildilər ki, yaxınlıqda su var. Onlar gəlib Həcərə qonşu oldular.